Buyurun, hörmətli sədr. Mikrofonu açın, zəhmət olmasın. Namizəd bəy, mikrofonu açın, zəhmət olmasın. Çox sağ olun, Abid bəy. Siz mənə hərdən texniki xidmət göstərin. Həm mikrofonların açılıb bağlanması ilə bağlı, həm də himnin səsləndirilməsi və digər məsələlərdə. Çox sağ olun. Hörmətli millət vəkilləri, hörmətli Abid bəy, icazə verin mənə göstərilən yüksək etimada görə hər birinizə dərin minnətdarlığımı bildirim. Bildiyiniz kimi, bugündən başlayaraq mən Azərbaycan Xalq Parlamentinin növbəti 4 ayında sədrlik funksiyasını həyata keçirəcəyəm. Eyni zamanda icazə verin, təşəbbüs qrupunun üzvü olaraq Azərbaycan Xalq Parlamenti yaradılması dövründə və onun fəaliyyətə başladığı gündən bu günə qədər parlamentin sədri kimi göstərdiyi yüksək əməyə və fəaliyyətə görə şəxsən öz adımdan və sizin adınızdan Abid bəy Qafarova dərin minnətdarlığımı bildirim. Hörmətli millət vəkilləri, bu gündən başlayaraq dediyim kimi Azərbaycan Xalq Parlamenti nizamnaməsi və reglamentinə uyğun olaraq qarşıdakı 4 ay müddətində dönəm sədri kimi parlamentimizin fəaliyyətinə rəhbərlik etmək mənə həvalə olunur. Bu vəzifə mənim üzərimə böyük məsuliyyət qoyur. Görməli olduğumuz işlər çoxdur. Bu işlərin öhdəsindən gəlmək və sizin etimadınızı doğrultmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm. Düşünürəm ki, bu çətin vəzifənin öhdəsindən gəlmək üçün keçmiş sədrimiz Abid Qafarov, parlamentin rəyasət heyətinin üzvləri və şəxsən millət vəkilləri olaraq siz mənə hər tərəfli yardım göstərəcəksiniz və köməyinizi əsirgəməyəcəksiniz. Yüksək etimadınıza və hamınızın yaxından köməyinə güvənərək vəzifəmin icrasına başlayıram. Hər şeydən əvvəl sədrliyi dövründə parlamentin fəaliyyəti ilə bağlı hesabat üçün sözü Abid Qafarova verirəm. Abid bəy, buyurun. Təşəkkür edirəm, hörmətli sədr, hörmətli millət vəkilləri. Namizəd bəyin dediyi kimi artıq mənim dönəm sədrliyi müddətim bitmişdi və mən özümə borc bildim ki, bir hesabatla çıxış edeyim və sizə 4 aylıq fəaliyyət müddəti ərzində görülən və görülməyən işlər barəsində hesabat verim. Hörmətli millət vəkilləri, Azərbaycan Xalq Parlamentinin yaradılmasından sonra ilk dönəm sədrliyini mənə etimad göstərdiyinizə görə hər birinizə təşəkkür edirəm. Mən əlimdən gələni etdim ki, mənə göstərilən etimadı doğruldum. Azərbaycan Xalq Parlamentinin nizamnaməsinin 6.2.4-cü maddəsinə əsasən 11 may 2025-ci il tarixdən etibarən Azərbaycan Xalq Parlamenti sədrliyi millət vəkili, rəyasət heyətinin üzvü Namizəd bəy Səfərova keçib. Hamınızı bu çətin işdə ona dəstək olmağa çağırıram. İlk dönəm sədrliyi çox böyük bir məsuliyyət idi. İlk dönəm sədri kimi mənim qarşımda 5 mühüm vəzifə dururdu. 1. Azərbaycan Xalq Parlamentini qorumaq və onu müdafiə etmək. 2. Azərbaycan Xalq Parlamentinin təşkilatı quruculuğunu davam etdirmək. 3. İclasların keyfiyyətini qaldırmaq. 4. Planlı və sistematik idarə etmənin formalaşdırılması. 5. Azərbaycan Xalq Parlamentinin beynəlxalq təşkilatlarla əlaqəsi. Ümumilikdə bu 5 vəzifənin öhdəsindən necə gəldiyimi millət vəkilləri dəyərləndirsə, ədalətlə daha yaxın olar. Amma mən də onların hər biri barəsində hesabat verməyə özümə borc bilirəm. Xatırladım ki, bu vəzifələrin öhdəsindən biz birlikdə, bir komanda olaraq gəlmişik. 1. Üzr istəyirəm. Azərbaycan Xalq Parlamentini qorumaq və müdafiə etmək. 11 yanvar 2025-ci il tarixli ilk iclasın nəticəsində meydana çıxmış fitnə yəqin ki, hər birinizin xatirindədir. Yeni qurulan təşkilatda bu kimi hallar ölümcül zərbə funksiyasını daşıdığından ilk vəzifəm Azərbaycan Xalq Parlamentini bu tip zərbələrdən qorumaq və müdafiə etmək idi. Azərbaycan Xalq Parlamenti ilə yanaşı Azərfreedom TV və ABA Media kanalından edilən şikayətlər və kanalların bağlanma təhlükəsi də Azərbaycan Xalq Parlamenti üçün ölümcül zərbələrdən hesab edilə bilərdi. Azərbaycan Xalq Parlamentinin ölkədə yeganə legitim siyasi qurum olmağının əleyhinə səsləndirilən fikirlərin əks arqumentlərlə çürüdülməsi, debatlarda iştiraklar və onların təşkili,
Azərbaycan Freedom TV kanalının bağlanma təhlükəsinin birgə fəaliyyət nəticəsində aradan aparılması, bu istiqamətdə ortaya qoyulan komanda işinin yüksək göstəricisi idi. İnsafən deməliyəm ki, Azərbaycan Xalq Parlamentinin dağılması üçün çalışanların komanda şəklində olan müqavimətimiz qarşısında necə tərk-silah olduqlarını izləmək olduqca zövq verici idi. 2. Azərbaycan Xalq Parlamentinin təşkilatı quruculuğunu davam etdirmək. Keçən 4 ay ərzində Azərbaycan Xalq Parlamentinin reqlamentində nəzərdə tutulan bütün komitələr və komissiyalar yaradıldı. Mütəmadi olaraq təhsil və səhiyyə, hüquq və dövlət quruculuğu və siyasət komitələri həftəlik olaraq öz iclaslarını keçirirlər. Bu istiqamətdə iqtisadiyyat və sosial siyasət, eləcə də insan haqları komitələri öz səylərini artırmalıdır. İntizam Komissiyası Azərbaycan Xalq Parlamentinin daxilində intizamın qorunması istiqamətində öz qətiyyətli addımları ilə təsisatın həm qorunması, həm də qurulmasında yüksək peşəkarlıq nümayiş etdirdi. Mətbuat xidmətinin yaradılması qəbul edilən sənədlərin müvafiq ünvana göndərilməsini təmin etdi. Konstitusiya Komissiyasının yaradılması haqqında müvafiq sərəncam verilib və irəlidəki həftələrdə həmin komissiyanın yaradılmasını prioritet vəzifələrdən olacaq. 21-27 aprel 2025-ci il tarixlərdə Azərbaycan Xalq Parlamentinə əlavə seçkilərin keçirilməsi də quruculuq işlərinin davamı edir və burada seçki komissiyasının fövqəladə rolunu vurğulamaq yerinə düşərdi. İlk seçkilərdə mandat qazanmış bütün millət vəkilləri üçün mandatlar dizayn edildi və Azərbaycanda yaşayan millət vəkilləri üçün çap edildi və onlara təqdim edildi. Əlbəttə, növbəti seçkidən sonra bu iş hələ görülməlidir və onu irəlidəki həftələrdə tamamlayıb mandatlarını da hazır edəcək. Görülən işlərlə yanaşı, görülməyən işləri də xatırlamaq yerinə düşər. Xarici Əlaqələr Komissiyası və Qarabağ Qayıdış Komitəsi hələ də yaradılmalıdır. Hər iki qurumun əsasnaməsi hazırdır. Növbəti həftələrdə bu iki qurumun yaradılması bizim üçün prioritet vəzifələrdən olmalıdır. 3. İclasların keyfiyyətinin qaldırılması. Bu istiqamətdə çox çətin bir qərarın verilməsi və icrası həlledici oldu. Çıxışların yazılı olaraq hazırlanması və iclasda üzündən oxunulması, keyfiyyətin qaldırılması istiqamətində bir çox addımlar atılsa da düşünürəm ki, bu qərar həm təsir zonasına görə, həm də peşəkarlıq göstəricisine görə ən əsas qərar idi. Çıxışa xüsusilə də yazılı olaraq hazırlaşmaq millət vəkilinin xalqı və seçiciləri önündə hiss etdiyi məsuliyyətin göstəricisidir. Ümumi olaraq iclaslardakı çıxışlar zamanı reqlamentin tətbiqi, mövzuya aid olan çıxışların olması, peşəkarlığı artıran elementlərdəndir. Əminəm ki, irəlidəki aylarda parlament iclasının keyfiyyəti daha da artacaq. 4. Planlı və sistematik idarəetmənin formalaşdırılması. Parlamentin iclasları reqlamentə əsasən həftəlik olaraq keçirilir. Bugünkü iclas sayca 15-ci olsa da 3 dəfə növbədənkənar iclasda keçirilib. 4 aylıq fəaliyyət dövründə xalqımız üçün həyatı önəmli məsələlər müzakirə olunmuş, 4 qətnamə və 4 bəyanat qəbul edilmişdir. Bu barədə yeganə fokuslanmalı sahə komitələrin daxili iclaslarının mütəmadi olaraq keçirilməsidir. 5. Azərbaycan Xalq Parlamentinin beynəlxalq təşkilatlarla əlaqəsi. Qəbul edilmiş qətnamə və bəyanatlar müvafiq beynəlxalq təşkilatlara vaxtı-vaxtında göndərilib. Beynəlxalq təşkilatlarla əməkdaşlığı ciddi müstəviyə çıxarmaq üçün Azərbaycan Xalq Parlamentinin qeydiyyat məsələsi həll edilməlidir. Keçən 4 ay ərzində bu istiqamətdə aparılan fəaliyyət sənədlərimizin ingilis və alman dillərinə tərcüməsi, lazım olunan prosedur qaydalarının öyrənməsi və s. istiqamətində olub. Bu məsələ öz həllini tapmaq üçün hələ də bizim diqqətimizi tələb edir. İrəlidəki bir neçə ay bu məsələ parlamentin diqqət mərkəzində olmalıdır. Bütün qüvvələr bu məsələnin həlli üçün səfərbər olmalıdır. Hörmətli millət vəkilləri, son 4 ay ərzində bir çox işlər görülsə də, bir çox işlər hələ də bizim qarşımızdadır. Bu hesabatı sizə təqdim etməyi özümə bir mənəvi borc bildim. Düşünürəm ki, Azərbaycanda hökm sürən mütləqiyyət və totalitarizmin xalqa sırıdığı hesabatsızlıq mühitinə biz öz nümunəmiz ilə son qoymalıyıq. Xalqımız görməlidir ki, səs verilərək etimad göstərilən insan
mütəmadi olaraq öz fəaliyyəti barədə hesabat verməlidir. Azərbaycan xalqı bu anlayışdan son 30 il ərzində süni şəkildə məhrum edilib. Nəinki prezident, heç bir nazir, deputat, icra başçısı və hətta bələdiyyə üzvü belə özünü xalq qarşısında hesabatlı hiss etmir. Əksinə, məmurlar özlərini yalnız hakimi mütləqin qarşısında hesabatlı bilir. Niyə? Çünki hesabatlılıq xalqın etimadına sədaqətin göstəricisidir. Məmurlar isə öz sədaqətlərini yalnız diktator İlham Əliyevə bağlayıb. Axı onları həmin vəzifələrə o təyin edib. O hətta özünü də prezidentliyə təyin edir. Konstitusiyanı və qanunları da keyfi istədiyi kimi dəyişir. Hörmətli millət vəkilləri, bu hesabatı mən təqdim etsəm də, burada qeyd olunan işlərin mütləq əksəriyyətini biz bir komanda olaraq birgə həyata keçirmişik. Əldə olunan bütün nailiyyətlər bizim bir komanda olaraq uğurumuzdur. İcrası yarımçıq qalan işlər isə şəxsən mənim fəaliyyətimdəki boşluqların nəticəsidir ki, irəlidəki aylarda namizəd bəy onların həlli istiqamətində yardımcı olacağıma dair sizin qarşınızda söz verirəm. Bir daha, hamınızı növbəti 4 ay ərzində namizəd bəyə dəstək olmağa çağırıram. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun, Abid bəy, minnətdaram. Hörmətli millət vəkilləri, gerdə qoyduğumuz 4 ay və Abid bəyin fəaliyyəti ilə bağlı fikir bildirmək istəyən millət vəkilləri 3 dəqiqədən, əgər mühüm bir nəsə deyəcəklərsə, 5 dəqiqədən artıq olmaqla çıxışa yazıla bilərlər. İndi isə qısaca olaraq bugünkü iclasımızın gündəliyini sizin nəzərinizə çatdırıram. Gündəliyimiz gördüyünüz kimi birinci Abid bəyin hesabatı oldu. Sonra Abid bəyin hesabatı və fəaliyyətimizlə bağlı millət vəkillərindən çıxış etmək istəyənlərə söz verəcəyik. Sonra isə yenidən biz bugün bizim üçün ən vacib olan məsələ Tərtər qətliamının müzakirəsini davam etdirəcəyik. Sonda isə çalışacağıq ki, Tərtər qətliamının bilavasitə qurbanlarının da bir neçə nəfərə iştirak edəcəklərsə, onlara da söz verək və cari məsələlərə baxacağıq. Gündəliyimiz əsasən bununla bağlıdır. Əgər gündəliyə də hər hansı bir əlavələr etmək istəyən varsa, müraciət edə bilər. Çox sağ olun. Düşünürəm ki, ilk növbədə kim yazılacaqsa görərik onu. Yəni, keçdiyimiz yola və Abid bəyin fəaliyyətinə barəsində nəsə demək istəyən varsa, yazıla bilər. İlk növbədə mən sözü verirəm Qurban bəyə. Qurban bəy deyəsən, bu barədə nəsə demək istəyirdi. Qurban bəy, buradasınızsa buyurun. Salam, hörmətli millət vəkilləri, möhtərəm sədr, təşəkkürlər, çox sağ olun söz verizə görə. Mən bir millət vəkili kimi Abid Qafarovun çox böyük əməyini qiymətləndirmək istərdim. Məsəl bilirəm ki, istənilən işin, istər təşkilat işi olsun, istər siyasi işi olsun, istər istehsal sahəsi olsun, onun başlanğıcı həmişə çətin olur, problem yaradır. Elə ki, işlər qaydaya qoyuldu, ondan sonra hər şey öz-özünə irəliləyir çox vaxt. Yəni, bu bizim xalq parlamentinin fəaliyyətinin ilkin mərhələsində ən ağır işi öz çiyninə götürüb, onu da ləyaqətlə, böyük uğurla başa çatdırdığına görə mən öz adımdan, ailəm adından və icazə verirsə sizlər adından da təşəkkür edirəm Abid bəyə. Uğurlar, inanıram ki, Abid bəyin bu müəyyən zirvəyə qaldırdığı işi də namizəd bəy və ondan sonra gələn parlament sədrləri uğurla davam etdirəcəklər. Təşəkkürlər, sağ olun. Çox sağ olun Qurban bəy. Teymur bəy, siz də xahiş edirəm, nəzarət edin, kimlər ilk növbədə çıxış etmək istəyirlərsə, o ardıcılığı gözləyək və millət vəkillərindən də xahiş edirəm ki, ardıcılığın bu və ya başqa formada pozulmasından narahat olmasınlar. Söz demək istəyənlərə imkan yaradacağıq. Teymur bəy, buyurun, deyəsən siz də əl qalxızmısınız. Çox təşəkkür edirəm, dəyərli başkan, dəyərli millət vəkilləri. Mən Abid bəyin bu qısa hesabatına çox böyük qiymət verirəm. Dəyərlidir, çünki bu parlament hesabatı deyil, 4 aylıq müvəqqəti, belə deyək, 3 yerə bölünmüş sədarətin birinin funksiyasının hesabatı idi və önəmlidir bu hesabatı vermək. Niyə? Çünki biz ilk dəfə, dünyada bəlkə də ilk dəfə belə bir parlament yaratmışıq ki, ictimai əsaslarla fəaliyyət göstərir və biz millətimizə göstərmək istəyirik ki, parlament
Milli Məclis kimi yox, bax, parlament belə fəaliyyət göstərməlidir. Və bunun da bütün ağırlığı ilk dönəmdə Abid bəyin üzərinə düşdü. Biz də dostlar olaraq, parlamentin millət vəkilləri olaraq hamımız birlikdə, hər kəs, bax, burada oturanların hər biri birlikdə kömək, dəstək verərək, çiynimizi bu işin altına qoyaraq bu işi qabağa apardıq və Abid bəy çox gözəl o aktyorun rolunu, funksiyası yerinə yetirdi. Aktyorluq, dostlar, o səhnə aktyorluğu deyil, yəni bu hər vəzifə deməkdir. Onu istəyirəm nəzərə alaq. Və bunu məharətlə öz öhdəsinə götürdü və bugün artıq 4 ay tamamdır ki, Abid bəy bizim parlamentimizə rəhbərlik elədi və mən hesab edirəm ki, gələcəkdə də Abid bəy yenidən bizim növbəti dönəmlərdə, yəni bu dönəm başa çatandan sonra, bu iki sədrimizin dönəmi və bu bir illik parlament dönəmi sona çatandan sonra nə var ki, sədrlik dönəmi olacaq, məmnuniyyətlə mən Abid bəyin namizədliyini verməyə hazıram. Çünki Abid bəy çox məharətlə bu işin ötəsindən gəldi. Çox yükün hamısı demək olar ki, artıq çiyinlərdədir və bu iş qabağa gedəcək. Mən bir daha sizlərə, bütün parlament üzvlərinə, Abid bəyə kömək olan hər bir kəsə, hər bir şəxsə, o cümlədən rəyasət heyətindən çox təşəkkür edirəm və bu rəyasət heyətindən işimiz davam etdirək. Çox sağ olun, var olun. Mən hesab edirəm ki, çox dəyərlidir bu, dəyərli qiymət vermək lazımdır. Sağ olun, var olun. Çox sağ ol Teymur bəy, minnətdaram. Telman bəy, buyurun, növbəti sizsiniz. Ələkbərov. Mən də öz növbəmdə demək olar ki, bu 4 aylıq ən çətin bir işin öhdəsindən ləyaqətlə gəldiyi üçün Abid bəyə bütün seçicilər adından, bütün öz adımdan, ailəm adından və mənə tanıyıb, məni bu işdə təqdir edən dostlar hamısının adından təşəkkürümü bildirirəm. Doğrudan da Abid bəy çox, necə deyərlər, ən yüksək səviyyədə də, bunun başqa bir sözü yoxdur. Ən yüksək səviyyədə bu 4 ayda bu ağır yükü öz çiyinlərində ləyaqətlə apardı. Ona görə minnətdaram, təşəkkür edirəm və inşallah inanıram ki, Namizəd bəy də həmçinin bu vəzifənin ötəsindən layiqincə gələcək inşallah və işimizə uğurlar. Əlbəttə bizim millət vəkili olaraq bizim köməyimiz vacibdir və lazımdır. Çox sağ olun Telman bəy, minnətdaram. Rövşən bəy Qəmbər, buyurun. Rövşən bəy, mikrofonu açın. Mikrofon səhvmədə olmasın. Əlimi də yendirim. Əlim də yendirim, sifətimi tutmasın da, yoxsa yendirmək olur, çaşdır. Səsim gəlir ki, bir dəqiqə. Əlim yendi mi? Bəli, mən yendirdim, buyurun. Sifətim görünürmü? Üzr istəyirəm, özüm görmürəm. Yaxşıdır, buyurun. Ekranda görünürəmsə, səsim gəlirsə sözümü deyim. Deməli, mən Abid bəyi bu parlamentdən yox, onun millət vəkili seçimindən tanıyıram Azərbaycandan və ilk gündən çox bəyəndim onun çıxışlarını. Azərbaycanda parlament seçkisində nə bilim, 5 il bundan əvvəl təxminən. Və o insanın inkişafı çox maraqlandırdı. Qəfildən gördüm ki, yox oldu. Həbsxanaya düşdü. Bu çox təhlükəli bir vəziyyətə düşdü. İndi çox sevinirəm ki, Abid bəy Azərbaycanda Tofiq Yaqublu'nun yanında deyil, Almaniyada mənim yanımdadır. Və onunla Birləşmiş Millətlər Təşkilatının qarşısında görüşəndə elə bildim ki, 2 dəfə getdim mən orada miting keçirən, siyasi məhbuslara görə miting keçirən gənclərin yanına gedəndə dedilər, mənə xəbər verdilər, 2 dəfə getdim, 2 dəfə gedəndə o saniyədə gördüm Abid bəy gəldi, çatdı həmin nöqtəyə. Bilmədim, elə dedim ki, Abid bəy, səni Allah göndərdi, sən kim nətər oldu ki, eyni saniyədə gəldi. Nəysə, həyəcanlı olduğumu görürsünüz, 74 yaşında olsam da həyəcanlıyam. Çünki Azərbaycanı sevən adam görəndə həyəcanlanıram. Haqqı, ədaləti bilən adamı görəndə həyəcanlanıram.
Abid bəy mənə elə gəlir ki, bizim parlament, bizim bu təşkilatı Birləşmiş Millətlər Təşkilatında sentyabr ayında hər il orada Baş Assambleyanın tədbiri olur. Orada Azərbaycanı təqdim eləyənlərin, təmsil eləyənlərin arasında ola bilər, jurnalistlərin arasında ola bilər. Sevinç Osman qızından xahiş edirəm ki, hazırlaşsın. Emin Hüseynovdan xahiş edirəm ki, birlikdə olsun. Ümumiyyətlə, kim bacarırsa Alex Raufoğlu var, Amerikada jurnalistlərin hamısı hazırlaşsınlar. Birlikdə Birləşmiş Millətlər Təşkilatının binasında təkcə Azərbaycan üçün çıxış eləməsin orada. Mütləq çıxış eləsin Abid Qafarov. Bizim parlamentin təmsilçisi kimi sentyabrın axırında. Artıq bu 5-ci aya keçəcək, 4 aydan sonra. Və orada istəsin ki, biz təkcə Azərbaycanın qayğısına yox, birinci növbədə yer kürəsinin qayğısına görə bizim parlament deyir ki, biz təkcə Azərbaycanın məsələsini düşünmürük, həm də planetimizin, bu cənnət planetimizin, yeganə cənnət planetimizin qorunması üçün atom silahının ləğvi təkcə İrandan tələb edir. Britaniya, Amerika Birləşmiş Ştatları, Çin, Rusiya, Fransa və Almaniya. Bu 6 ölkə tələb edir. İran da razılaşsın. Heydər Baba şeirini bizə sevdirən adam da razılaşsın. Amma eyni zamanda o demək ki, İsrail də razılaşsın atom silahının azalması ilə bütün ölkələr hamısı bir il ərzində azalsın. Mən istəyirəm ki, bu qardaşımızın dilinə, hətta onu biraz üzr istəyirəm, yol pulu da vermək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarına getsin, New York'da çıxış eləsin, qayıtsın, gəlsin. Bizim parlament, biz deyək ki, ey dünya, biz səndən heç zad istəmirik, biz xalqdan da maaş istəmirik, büdcədən də heç zad istəmirik. Bizim parlament tamamilə fərqli bir təşkilatdır, çox fərqli. Bizim parlament müqəddəs bir təşkilat olmaq uğrunda çalışır. Abid bəylə mümkündür. Abid bəyin kitabını oxuyanda onu görürsən ki, mümkündür. Abid bəy çox gəncdir. Sözün doğrusu, gələcəkdə misal, mən də xoşlayıram ki, tez-tez dəyişilsin, parlamentin sədri də dəyişsin, hər şey. Amma Abid bəy gələndə sözün doğrusu istəmirəm tez-tez dəyişsin sədrlər. Abid bəy davam eləsin, hamı da ona kömək eləsin, məncə. Elə bilirəm, elə dərk eləmişəm. Bir də ki, mənə çox məcbur edir axır zamanlar. Rövşən bəy, tez ol, Qarabağa Qayıdış Komitəsini təşkil eləyək. Və əlbət ki, təşkil eləmək lazımdır. Bizim parlamentin təşəbbüsü kimi, bizim parlament təşəbbüs edir ki, hər bir Azərbaycanlının Qarabağda evi olmalıdır, yeri olmalıdır, otağı olmalıdır, yaşamaq imkanı olmalıdır. Qarabağ bizim hamımızındır. Təkcə Qarabağlıların deyil, təkcə İlham Əliyevin deyil, təkcə Mehriban Paşayevanın deyil, təkcə Leyla Əliyevanın, nə bilim, Arzu Əliyevanın deyil, yetər. Bu xalq da rahat Qarabağda, kəndlərdə öz pulumuzda, öz maaşı, İrandan olan bizə maddi kömək, belə, üzr istəyirəm, sement, tikinti materialından kömək eləmək istəyirlər. İlham Əliyev bunlara hə deməlidir. Traktor dünənləri sevinirdi, biz də gərək Olimpiya stadionunu açaydıq. Bizim təkliflə, mən üzr istəyirəm, öz adımdan danışdım, parlamentin adından danışdım və ürəyim də doludur. Abid bəy, səni 4 aydan sonra təhsili bir də geri qayıtmağı gözləyirəm ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış eləyib, bəşəriyyətdə elə sözlər deyəsən ki, onlar desin ki, Azərbaycan xalqı nəymiş və yaxud bu parlament nəymiş. Sağ olun, hələlik bu qədər. Təşəkkür edirəm. Çox sağ olun, Rövşən bəy. Mən də sizin arzularınıza, verdiyiniz yüksək qiymətə birləşirəm. Bizim də arzularımızı dediniz. Abid bəyin gördüyü bütün bu işləri doğrudan da hər birimiz tərəfə layiqdir bu işlər və düşünürəm ki, parlamentin sonraki fəaliyyətində də biz Abid bəyin hər tərəfli işindən, bacarığından geniş istifadə edəcəyik. Söz Faiq Əliyevə verirəm. Buyur Faiq bəy. Mikrofonunuzu açın. Buyurun. Faiq bəy, mikrofonunuz bağlıdır. Açın, zəhmət olmasa. Yox, açılmadı. Açıldı desin. Açıldı, açıldı. Axşamınız xeyir, hamıya salamlar. Mən gəlin, belə necə demək, hər şeyi açıq danışaq. Axşamınız xeyir, hamıya salamlar. Açıq danışaq və tanımadığımız adamlar haqqında əvvəlcə məlumat toplamadan onun haqqında ağzımıza nə gəldi danışmıyor.
Bu en çok da kadınlara aitti. O böyle güzel sözü var. Diğer kişiler papağan yere koymasaydı kadınlar soyunmazdı. Şimdi bugün bizim o yerli televizyalarda o kadınlar hareket. Faik Əlaqə Bey, sən düşür ekrana. Faik Bağlayın Bey, mikrofonu xahiş edirəm. sizdə radio ya da ki telefon hardasa Bizdə- işləyir, paralel səs. Paralel Bunu ses söndürün. gelir ha. Bende paralel. Ha, Yani. ha oldu. Aydın buradan şeyde oldu. Digər Belə. cihazları söndürün. Faik Bey. Söndürdüm. Belə, biraz ben tənqidi O- formaya yaxınlaşacağım. Davam edin. Ha. Yani dediğim budur ki, da, şimdi biz aksaqqalıq, çok şeyler görmüşük, cavanlardır burada. Bazen öyle şeyler eşidirlər. O aksaqqalığı bir yana koymak. Ağzına gelenler danışırlar. Bir balaca bunda da özlerinin o necə deyərlər, o danışıqlarını yığışırsınlar. Da parlamentoya aid olan söhbətləri eləsinlər. Mən indi o günü baxıram mən. Papağalaq eləyən var. Birinci ay xanım, papağalaq eləməzlər. O gördüyüm papaq molla papağıdır, kişi papağıdır. Özü də bizim milli papaqdır. Bu bir. Papaq məsələsində də işə Faik Bey, qarışmır. xahiş edirəm mövzu üzrə danışın. Mövcud da danışıram ki, yəni ki, bax belə dedikodulardan içimizdə bir-birimizə inam zəifləyir. Bizə də pusat sənə lazım. Mən dəfələrlə demişəm ki, mənim bir məqsədim var, bir düşmənim var. Kim necə istəyir də başa düşsün. Mənim düşmənim bu iqtidardır. Mənim düşmənim yalan danışmaqdır. Boş-boş sözlərlə kimlərsə aldatmaq deyil. Reallıqda gördüyümüz işlərdən danışaq. Azərbaycan Xalq Parlamentinin adını daşıyırıqsa, onun ölkədə nüfuzunu qaldıraq. Bunu da qaldırmaq üçün təbliğatımızı aparmalıyıq. Arxamızda insan selini görməliyik. İnsan seli yoxdursa, vallahi heç nə elə bilməyəcək. Bu iqtidar bildiyini eləyəcəkdir. Bax, budur mənim, necə deyərlər, istədiyim. Da yoxsa sən Əliyevin adamısan, sən get ora, sən parlamentdə belə adamlar varsa, mən orada görünmək istəmirəm. Cavan gəncsən, sonra örgəndə Almanyada yaşlısan. Ay xanım, əvvəlcə bir məlumat topla, sonra ağzına gələni danışqına. Nəyə lazımdır söhbətlər eləmək? Belə, şalla, şalvarın yerini dəyişməklə. Bunu yadda saxlayın. Faik Bey, sağ olun Faik Bey. Oldu. Oldu, çox sağ olun, sağ olun. Minnətdaram. Söz verilir millət vəkili Sərvan Kərimova. Sərvan bəy, maksimum 3 dəqiqə xahiş edirəm, qutara biləsiniz. Sərvan bəy, mikrofonunuzu açın və Hamının axşamı xeyir olsun. Hoş gördük. Danışanlardan xahiş edirəm, mahiyyət üzrə danışsınız. 4 ay parlamentə rəhbərlik eləmiş Abid bəyin gördüyü işlərlə bağlı. Yaxşı olardı ki, tənqidi yanaşılsa yaxşı olardı. ay sağ olun, düz deyirsən. Tənqid olsa yanaşıldı. Abid bəy gördüyün görübdü və belə hesab edirəm ki, görməli olduğu işdən çox iş görübdü. Buna görə də Abid bəyə şəxsən öz adıma təşəkkür edirəm. Bir də Abid bəyi millət vəkili seçən seçicilərə təşəkkür edirəm ki, onlar zövqlərinə yanılmayıb. Mən bir dənə sualım olacaq elə Abid bəyə. Abid bəyə demək istəyirəm ki, Abid bəy, bu 4 ay ərzində nə eləmək istədiniz ki, alınmadı? Mümkünsə Abid bəy özü cavab versin. Təşəkkür edirəm. Teşekkür Sərvan bəy. Qeydiyyat məsələsinin üstündə çox çalışdım ki, həll edə bilim bu ilk 4 ayda. Alındıra bilmədim və ümumiyyətlə bu yeni qurulan təşkilatda bu resurs qıtlığı olduğuna görə bir çox işləri biraz inersiya ilə icra edirdik. Yəni mandatları dizayn elədik, hazır elədik, amma əlimizdə kifayət qədər resurs yoxdur. Çap eləmək üçün aylarla yer axtardıq. Cəmil Hacıyev millət vəkili kömək elədi bu işdə, təşəkkür edirəm. Elşad Şükürov millət vəkili kömək elədi bu işdə, təşəkkür edirəm. Yəni 2 ay vaxtı ona görə itirdik. Çünki bizim kifayət qədər resursumuz olsaydı, 1000-1200 euro ilə printer alardıq, qoyardıq Bakıda hardasa, orada özümüz çap eləyərdik. Yəni biz bilirik ki, bəzi və bir çox işlər yəni sırf resursla bağlıdır. Yəni ona görə inersiya ilə oldu. Və bir də özümü bağışlayıb bilmirəm ki, bu son həftələrdə qarşıma məqsəd qoymuşdum, amma
özüm də biraz şəxsi və ailə problemlərim olduğuna görə bu bir komissiya və bir komitəni çatdıra bilmədim. Yəni ki, hazır edeyim, qurum, işə düşsün komitələr, komissiyalar və sonra namizəd bəy təhvil verim. Bunu düşünmüşdüm, bunu eləyə bilmədim. Çatdırmışdım. Çox sağ olun. Sərvan bəy, qurtardınız. Bəli, namizəd bəy. Çox sağ olun. Çox sağ olun Sərvan bəy. Vaxtında qurtara bildiniz. Zirəddin Abdullayev, buyurun. Millət vəkili Zirəddin bəy Abdullayev. Beyler, bir daha akşamınız xeyir olsun. Ben cemaat içindeyim. Açık aşkar görünür ki, bilinir ki, büyük bir iş görülür, büyük bir ictimai teşkilat yaradılır ve bu teşkilatı yaradanlara, xüsusilə Abid Bey'e ve idare heyetine öz minnettarlığımı ve teşekkürümü bildirirəm. Bu 4 aylık müddət ərzində çox böyük işlər görülür. Əgər bir illik devr olsaydı dərdimaz iş görülür. Ancaq cəmi cümlətənin 4 aylıq vaxt ərzində görülən işlər heç də az işdir, böyük işlərdir. Və ona görə də mən Abid bəyə də öz təşəkkürümü bildirirəm. Qaldı ki, bizim parlament həqiqi mənada müəyyən çətinliklərin, müəyyən maniyələri dəf elədi bu 4 ay ərzində, öhdəsindən gəldi, özünün varlığını, özünün mübarizliyini sübut elədi və beynəlxalq səviyyəli bir təşkilat olduğunu nümayiş elətdirdi. Allahın köməyi ilə yaxın vaxtlarda beynəlxalq təşkilatlarda tanınarıq və daha inamla daha böyük məqsədlərlə işimizi davam elətdiririk. Yenə bir daha uğurlar arzulayıram. Yeni sədrimizə Namizəd bəyə də uğurlar diləyirəm. Namizəd bəy işin davamçısıdır. Əslində hamımız eyni əqidədə Abid bəyin işi indi də Namizəd bəydədir. Elə fərqi yoxdur. Yəni biz dostuq, qardaşıq, canciyarıq, ümumi işimizdir. Ona görə də həmin iş uğurla nail edəcək ki, Namizəd bəyin vaxtında da inkişaf edib başa çatacaq. Sağ olun, bunlar demək istəyirdim. Çox sağ olun Zirəddin bəy. Söz verilir millət vəkili Cavanşir Xankişiyevə. Dövlət və Hüquq Quruculuğu Komitəsinin sədri. Sağ olun Namizəd bəy, Cavanşir Xanlarov. Təşəkkür edirəm. Həm sizi də salamlayıram, həm millət vəkillərində, həm bizi izləyən tamaşaçıları da salamlayıram. Və Abid bəyin dönəm sədrliyi barədə çox mən də müsbət fikirdəyəm. Abid bəy çox əziyyət olubdur parlamentin ilk sədri kimi. O da qeyd etdiyi kimi, yəni biz bu işdə çalışmışıq komanda şəklində bütün çətinliklərin öhdəsindən gələk. Ona müəyyən mənada indi əgər nail olmuşuqsa, bu da bizim elə bir komanda uğurumuzdur. Bütün millət vəkillərinin ümumilikdə Azərbaycan Xalq Parlamentinin uğurudur. Buna görə də Abid bəyin zəhmətini, əziyyətini çox yüksək qiymətləndirirəm. Həmçində yeni dönəmə başlayan Namizəd bəyi də həm təbrik edirəm, həm də gələcək işində uğurlar arzu edirəm. Hesab edirəm ki, biz komanda şəklində eyni vaxtda Namizəd bəyin də sədrliyi dönəmində komanda şəklində hamımız iştirak etməliyik və qarşımızda duran bütün məsələlərdə əl-ələ verərək köməkli fəaliyyət göstərməliyik. Abid bəyin qeyd elədiyi kimi bizim uğurlarımızla bərabər bəzi məsələlər var ki, onları da tam həyata keçirə bilməmişik. Bu həm də Azərbaycan Xalq Parlamentinin qeydiyyatı ilə bağlı məsələdir. Burada bir çox məsələlər həm o nizamnamənin alman dilinə ingilisinə çevrilməsi müəyyən vaxt apardı ki, bu da müəyyən səbəblərlə bağlıdır. Həmçinin Almaniyanın qanunvericiliyinə uyğun olaraq biz Almaniyada yaşadığımıza görə bu təşkilatı Almaniyada qeydiyyatdan keçirməliyik. Onda öz xüsusi prosedurları var. Deməli, təsisçilərin protokolu
protokollaşdırılmalıdır. Təsis konfransı, bunlar hamısı onlayn şəkildə bütün təsisçilərin imzaları təsdiq olunmalıdır notarial qaydada və müvafiq onlayn qaydada məhkəməyə müraciət olunmalı və vəkil vasitəsilə bu legallaşdırılmalıdır. Buna görə də biz hazırda da bunun üzərində işləyirik və inşallah növbəti dönəmdə hesab edirəm ki, yaxın vaxtlarda parlamentimizin qeydiyyat məsələsində həll edəcəyik və buna görə də hamınıza bütün işlərinizə uğurlar arzulayıram. Çox sağ olun. Çox sağ olun Cavanşir bəy. Növbə Validə xanımındır. Ancaq mənim diqqətimə çatdırdılar ki, Rəyasət Heyətinin üzvü Ərəstun bəy söz demək istəyir. Validə xanım, üzr istəyirəm. Ərəstun bəydən sonra növbə sizinkidir. Ərəstun bəy, buyurun. Hər vaxtınız xeyir, hörmətli həmkarlar. Təşəkkür edirəm Namizəd bəy. Abid bəyə təşəkkür edirəm məhsuldar işinə görə. Abid bəy çox ağır bir dönəmin yükünü çiyinlərində çəkdi. Təbii ki, əksəriyyətimizin dəstəyi ilə. Amma onun şəxsi keyfiyyətləri, onun işgüzar keyfiyyətləri bu məsələdə müstəsna rol oynadı. Abid bəy şəxsən mənim üçün təkcə bu parlament fəaliyyətindən deyil, Kim TV fəaliyyətindən sözün həqiqi mənasında və yaxşı mənasında nadir bir tapıncıdır. Həm də ona görə ki, parlament rəhbərliyində Abid bəy cəmi 2 gənc nəslin nümayəndəsindən biridir. Mən inanıram ki, Abid bəy sədrlikdən getməklə öz fəaliyyətini dayandırmayacaq, öz fəaliyyətini intensiv şəkildə davam etdirəcək. Mən Namizəd bəyə uğurlar arzulayıram. Arzu edirəm ki, Abid bəyin çatdırıb görə bilmədiyi işləri Namizəd bəy görsün. Elə görsün ki, sonraya iş gəlməsin, qalmasın, sonra mənim növbəmdir. Mən də gəlim rahat idarə edeyim. Bu bir zarafatdır təbii ki. Və Namizəd bəydən xahiş edirəm, parlamentə bir parlament intizamı gətirməyə ilk gündən başlasın, mənasız, yersiz, mövzuya aidiyyəti olmayan söhbətləri sadəcə olaraq irad bildirmək və irad nəzərə alınmadıqda çıxışları kəsmək lazımdır. Bizə ölkə baxır. Biz imkan verə bilmərik ki, kimsə ürəyini boşaltmaq üçün özünün hansısa düşüncələrini mənalı, mənasız, yerli, yersiz efirə tökmək üçün parlament tribunasından istifadə eləsin. Parlament qaydaları var. Heç kim sözündən inciməsin. Təşəkkür edirəm. Çox sağ olun Ərəstun bəy. Çox düzgün qiymətləndirdiniz. Mən də hesab edirəm ki, Abid bəyin ola bilsin ki, bizim irad biləcəyimiz yeganə xarakterlərindən biri onun biraz daha həddən artıq demokrat olması idi. Həqiqətən də vaxt çox aparan, mövzudan kənara çıxan xalq parlament üzvlərinin irad bildirmək lazımdır və hamımızın, mən hesab edirəm ki, əgər nizam intizamın yüksək olduğunu hər birimiz istəyiriksə, heç birimiz imkan verməməliyik ki, parlamentin gedişi pozulsun, bəzən lazım olmayan ifadələr işlədilsin və düşünürəm ki, sizin hər birinizin yaxından köməyi ilə biz daha yüksək nizam intizama nail olacağıq. Validə xanım, buyurun. Salam, axşamınız xeyir, hörmətli sədir, hörmətli millət vəkilləri. Mən Abid bəy haqqında fikirlərimi deməsəm olmaz. Abid bəy, siz bilirsiniz ki, mən israrla Abid bəyin sədr olmasını istədim rəyasət heyətində və bu da çox böyük söhbətə səbəb oldu. Ancaq bunu təkmək istəmədim. Həqiqətən də bizi tanıyan xalq arasında Abid bəy haqqında həqiqətən belə deyək də bir tapıntı kimi, o özündə qeyri-adi, heç kəsə bəlkə də olmayan bir aparıcılıq səviyyəsi, gücü var. Bunu özü də təsdiqlədi, əməli ilə də təsdiqlədi bunu. Mən də ümid edirəm ki, Abid bəy yenidən Namizəd bəy kömək edəcək sizə və ümumiyyətlə bütün işlərində bu parlamentin həmişə öncü olacaq. Nə kömək lazımdırsa onu eləyəcək. Bir də bu fikrimi bildirim ki, sizə bəllidir, bəli, birinci iclasımızda, bunu da deməsəm olmaz, Teymur bəyin şəxsən ABA media olaraq bu böyük bir dəstəyi, elə bir moment yarandı, bunu hər kəs bilir, heç kəs də unutmasını istəmərəm. Bütün gözlər dikildi ki, burada yaranan o birliyi pozmağa çalışan insanların arasında Abid Teymur bəy çox gözəl bir seçim elədi. Demək olar ki, siz hər kəslər məlumdur. Azərfiridomun bağlanmasının belə deyək, böyük bir cəhdlə çalışdılar ki,
Azərfreedom bağlansın, sonradan da AB Media bağlansın. Deməli, bunların hər ikisinin gücü sayəsində, bütün xalqın sayəsində Azərfreedom da bağlanmadı. Azərfreedom bağlanan müddətində AB Media'nın, Teymur bəyin gücü sayəsində bizim bu günləri, bizim bu parlament ayaq üstədir və mən düşünürəm ki, seçilən hər bir kəs 4 nəfər olmaqla Namizəd bəy, siz də heç də əksik bilmirəm, heç də az gücü, yəni bacarığınızı tanıyıram, siz bilirsiniz, mən sizi tanıyıram ki, siz Abid bəy qədər, bəlkə də ondan da yüksək olacaq deyə bilmərəm. Düşünürəm ki, bundan sonra bizim bu xalq parlamenti heç cürə mümkün kimsə kimliyindən asılı olmayaraq parçalanmasına, dağıtmasını istəyəsi olsalar da bu mümkün olmayacaq. Çünki sizin burada birləşən insanlar, Namizəd bəy sizdə, orada Qurban bəyində, Ərəstun bəyində və digər hər birinizin, Abid bəyində, belə deyək, Teymur bəyində və daha çox saymaq olar. Mən sahib seçib bildiyim ki, etibar elədiyim insanlar hamısı buradadır. Ona görə də inanıram ki, bir daha o ki, biz həmin krizdən çıxdıq, bu kanalların bağlanması, bu xalq parlamentin dağıtmasına olan cəhdlər aradan qaldırıldı. Deməli, bir daha bu mümkün deyil ki, bunlar bir eşik görsünlər. Abid bəyindəki təkrarçılıq çıxmasın. Mən bəlkə çox istədiyimdəndir, deyirlər ki, belə bir çox istədiyin adamı nöqsanları görə bilmirsən. Mən Abid bəydə heç bir nöqsan görməmişəm. İndiyənə qədər bütün hələ parlamentdə sədrindən əvvəl bilirsiniz ki, Kim TV kanalında və yaxud da bizim Tərtər zərərçəkmişləri olaraq yanımızda hər yerdə olub. Mən onun əvvəldən axıra bir insan kimi insan olduğuna heç bir qüsur görməmişdim. Və gələcəyin də bunda deməliyəm, Abid bəyin daha yüksəklərdə olacağına əminəm. Var olun, hər birinizə çox gözlüklə. İnşallah bizim parlamentimiz haqq elədiyi, düşündüyü, qarşısına qoyduğu məqsədə çatacağı günü böyük ümidlə gözləyirik. Var olun, çox sağ olun. Çox sağ olun, Validə xanım. Minnətdaram. Mən də düşünürəm ki, sizin bir qadın kimin Abid bəy barəsində belə istəkli danışmağınız çox təbiidir və bizim aramızda yeni seçilən millət vəkilləri var və onlar da bilməlidirlər ki, Abid bəy bu layihənin birinci gündən dayaqlarında duran insanlardan olubdur. İlk 5-6 nəfər ki, təşəbbüs qrupu ilə parlamentin yaradılması barəsində bir araya gəliblər, onlardan biri də Abid bəydir. Bir daha Abid bəyə buna görə çəkir edirəm. Abid bəy həm parlamentin yaradılmasında, həm ilk seçkilərin keçirilməsində və ilk 4 ay ərzində parlamentimizin ayaq üstünə qalxmasında böyük əməyi var. Çox sağ olun, Validə xanım. Xançi Həsənov, səhv eləmirəmsə növbəti. Xançi bəy, buyurun. Bir daha hamınızı salamlayıram. Söz verdiyinizə görə çox sağ olun. Mən də Abid bəyə bir millət vəkili kimi öz adımdan təşəkkürümü bildirirəm. Bu çətin başlanğıc periyodda parlamenti nəinki enməyə qoymadı, həm də yuxarı qalxmasında hamısının da kömək ilə birlikdə çox yaxşı fəaliyyət göstərdi. Demək olar ki, interaktiv fəaliyyət göstərdi. Biz həm də burada Abid bəyin bir sıra keyfiyyətlərini bir daha şahidi olduq. Demokratiklik, ardıcıllıq, prinsipiallıq, işgüzarlıq və bir millət vəkilinə, hətta bir dövlət xadiminə çox vacib olan mühüm keyfiyyətlər gördük. Həmçinin elmi yanaşması, savadlı olması, bunlar hamısı gözəl keyfiyyətlərdir. Mən də inanıram ki, Abid Qafurov bizim Azərbaycanın gələcəyinin böyük siyasətçilərindən, böyük insanlarından biri olacaq. Gəncdir, mən ona uğurlar arzulayıram və bu işi bu növbəti 4 ay müddətində davam etdirəcək Namizəd bəyə də uğurlar arzulayıram. Çox sağ olun diqqətinizə. Çox sağ olun, Xançi bəy. Müddəti pozmadığınıza görə minnətdarlığımı bildirirəm və bir daha bütün millət vəkillərindən xahiş edirəm ki, reqlamentə əməl eləyək, digərləri də çıxış eləmək istəyirlər. Hal-hazırda çıxış etmək üçün yazılanların sayı 7 nəfərdir. Sevil xanım, buyurun, sizə söz verirəm. Təşəkkür edirəm, dəyərli sədir. Mən öncə demək istəyirəm ki, bu bir Faiq bəy danışdı. O bir danışdı ki, xanımları biraz irad tutdu xanımlara çox.
Yəni o bir adamla orada yəni sözü düz gəlməmiş də. Yaxşı olardı ki, elə o xanımın adını deyərdi. Bütün ümumi halda xanımlara yəni deməzdi bu sözü. Bu bir. İkincisi ki, 4 ay ərzində həqiqətən də Abid bəy çox gözəl sədrlik edir. Sanki elə bir ki, sədrliyi hazırlayıb bir il ərzində hər şeyi hazırlayıb gəlib. Yəni hər şey doğrudan da yerli yerində oldu. Yəni burada təbii ki, Teymur Ünbəlin də burada rolu var, Qurban Məmmədovun da, Xatirə xanımın da, yəni çoxlarının rolu var da. Yəni ona görə demək istəyirəm ki, çox minnətdarım ona ki, çox gözəl həqiqətən bizim yüksək o hakimiyyətdə oturan sədrdən 1000 qat yəni gözəl sədrlik elədi. Ona minnətdaram və inanıram ki, bizim Namizəd bəy də çox gözəl sədr olacaq. O çox dəyərli insandır, hüquqşünasdır. Yəni mənə elə gəlir ki, o da çox gözəl bir idarə eləyəcək. Bu qədər. Sağ olun. Çox sağ olun Sevil xanım. Növbə Fariz Şərifovundur, lakin Rəyasət Heyətinin üzvü Ataxan Əbilov söz istədiyinə görə Fariz bəy üzr istəyirəm. Növbəti dəfə sizə verəcəm sözü. Ataxan bəy buyurun. Təşəkkür edirəm, möhtərəm sədr. Əslində mən biraz özümü yaxşı hiss eləmədim. Çünki haradasa növbəyə girmək düşünürəm ki, reglamentdə nəzərdə tutulsa belə yenə yaxşı iş deyil. Mən çıxışımı iki hissəyə bölmüşəm. Birinci hissədə Abid bəy haqqında danışaram, ikinci hissədə isə bizim dönəm sədrimizə, hazırki dönəm sədrimizə müəyyən nəzərinə müəyyən tapşırıqların səsləndirilməsi olacaq çıxışımın ikinci hissəsində. Beləliklə, möhtərəm millət vəkilləri, əziz dostlar, bugün biz həm də Azərbaycan Xalq Parlamentində növbəti dönəm sədrliyinin başa çatması və yeni sədrimizin seçilməsi münasibəti ilə bir araya gəlmişik. Mən fürsətdən istifadə edib indiyədək sədrlik edən hörmətli Abid bəy Qafarova dərin təşəkkürümü bildirmək istəyirəm. Abid bəy çətin və məsuliyyətli bir dönəmdə üzərinə ağır yük götürdü. O bu müddətdə Azərbaycan Xalq Parlamentinin prinsiplərinə sadiq qalaraq təşkilatımızın nüfuzunun qorunması, prinsipial mövqeyimizin daha qətiyyətli ifadə olunması və ASXP-nin strukturunun möhkəmlənməsi istiqamətində mühüm işlər gördü. Xüsusilə də demokratik dəyərlərə bağlılığımızın, insan hüquqları və ictimai ədalət prinsiplərinin müdafiəsində ardıcıl mövqe sərgilədi. Bugün parlamentimiz öz içərisində daha güclü, daha sistemli və daha çevikdirsə, bunda Abid bəyin payı, şübhə etmirəm ki, hər biriniz razılaşarsınız, danılmazdır. Ona gələcək fəaliyyətinə uğurlar, sağlamlıq və mübarizə əzmi arzulayıram. Eyni zamanda növbəti dönəmin sədri seçilmiş hörmətli Namizəd bəyə uğurlar arzu edərək təşkilatımız qarşısında duran çağırışları birbaşa həm məclisin, həm də onun nəzərinə çatdırmaq istərdim. İctimai siyasi mübarizənin yeni mərhələsi bizdən daha çevik, daha səmərəli və daha strateji yanaşma tələb edir. Bu baxımdan mən icazə versəniz Namizəd bəyə bir neçə tövsiyə vermək istərdim. Birincisi, komanda ruhunun daha da gücləndirilməsi vacib elan olunmalıdır. Parlamentimizin uğuru fərdi bacarıqlardan çox kollektiv fəaliyyətin keyfiyyətindən asılıdır. Buna görə də bütün üzvlərin potensialını üzə çıxarmaq və hamının prosesdə faal iştirakını təmin etmək önəmli olmalıdır. İkincisi, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi, xalq parlamenti mövqeyinin cəmiyyətin müxtəlif təbəqələrinə çatdırmaq üçün, yeni tərəfdaşlar və dəstəkçilər qazanmaq üçün bu dönəmdə ciddi şəkildə fəaliyyət göstərmək lazım olacaq. Üçüncüsü, beynəlxalq dəstək və tanınmanın artırılması. ASXP-nin yalnız ölkənin daxilində deyil, beynəlxalq alanda daha çox tanınması və etibarlı tərəfdaş kimi qəbul olunması bu dönəmin əsas vəzifələrindən biri olmalıdır. Xüsusən də Avropa qurumları, insan hüquqları təşkilatları və demokratik institutlarla daha sıx əməkdaşlıq qurmaq, onların gündəmində ASXP-nin mövqeyini və fəaliyyətini daha aydın şəkildə çatdırmaq mühüm əhəmiyyət daşıyır. Bu həm təşkilatımızın legitimliyinin, həm də xalqımızın demokratik mübarizəsinin beynəlxalq səviyyədə tanınmasına xidmət edəcək. Və nəhayət dördüncüsü, informasiya siyasətinin gücləndirilməsi, sosial media və digər kommunikasiya vasitəsilə təşkilatımızın mövqeyinin daha sistemli və peşəkar təqdimatı vacibdir. Əminəm ki, Namizəd bəy bu və digər məsələlərdə prinsipial, ardıcıl və demokratik ənənələrə sadiq mövqe nümayiş etdirəcək. Biz də hamımız ona dəstək olmağa və birlikdə uğurlar qazanmağa hazırıq. Sonda bir daha Abid bəyə təşəkkür edirəm. Bizim dostlardan biri burada qeyd etdi ki, Abid bəyin dönəm sədrliyi bitdi, onun barəsində tərifi
heç kəs yaltaqlıq kimi yoza bilməz. Əlbəttə ki, bu belədir. Eyni zamanda namizəd bəyə uğurlar arzu edirəm. Qoy Azərbaycan Xalq Parlamenti hər zaman xalqın səsi, ədalətin, haqqın və demokratiyanın carçısı olsun. Çox sağ olun, minnətdaram. Çox sağ olun Ataxan bəy, minnətdaram. Arzularınıza görə, həm də bizə verdiyiniz tövsiyələrə görə. Fariz bəy, buyurun, növbət sizindir. Şərifov. Təşəkkür edirəm, hörmətli sədir, hörmətli millət vəkilləri, hamınızı salamlayıram, bütün Azərbaycanımızı salamlayıram. Düzdür, bizə bütün dünyanın Azərbaycanlıları baxır. Bundan sonra da, yəni, bundan əlavə, inandırım sizi, özbəklər və türkmənlər də baxırlar bizə. Çünki mən bugün bəzi yerlərdən danışdım, onlar da öz fikirlərini söylədilər. Dünyada analogu olmayan bir quruluş yaranıb. İndiyə kimi analogu olmayıb. Azərbaycanda Xalq Parlamenti yaratmışıq. Burada əməyi olan bütün şəxslərə, bütün qardaşlarımıza, bacılarımıza öz dərin minnətdarlığımı bildirirəm ki, bugün mən də bu qrupun içindəyəm. Xoşbəxtəm. İkinci, deməli, Abid bəy. Abid bəy, onun tərifə ehtiyacı yoxdur ki. O elə birincidir ki, doğrudan da biz nə qədərdir onu şənnə söyləsək də, mən elə bilirəm ki, az olur. Bu yaltaqlıq deyil. Mən heç kimə yaltaqlanmamışam. Həmişə düz getmişəm, düz yolumda. Büdürəməmişəm də heç vaxt. Yəni, yaltaqlıq bilməyin bunu. İnsan doğulur, deməli, bacarıqlı, bir də bacarıqsız, bir də nadan. Abid bəy, deməli, xoşbəxt adam ki, bu doğulandan bacarıqlı oğlandır. Allah var eləsin. Gələcək işlərində müvəffəqiyyətlər arzulayıram. Burada çox şeylər söylənildi, gözəl-gözəl sözlər deyildi. Deməli, Ərəstin Oruclu qardaşımız çox gözəl temaya toxundu. Bilirsiniz, bizə bütün dünya baxır, dünya Azərbaycanlılara baxır. Deyirəm, başqa millətlər də baxırlar, özbəklər, türkmənlər. Etika qaydaları heç kim tərəfindən yazılmamış etika qaydaları da var. Xahiş edirəm hamıdan. Onlara da riayət eləyəyin. Deyir, nizam-intizam birinci özündən başla, güzgüyə bax, özündən başla nizam-intizamı. Qalan da ki, deməli, bizim parlamentimizin işini 4 aylıq, deməli, bu fəaliyyətini xalqımız özü baxır, özü qiymətləndirir. Burada biz nə qədər danışsaq da, bir-birimizə şənli, belə qəşəng sözlər desək də, bu xalqımızın əlində olan işdir ki, onlar özləri öz qiymətinə verirlər. Mən hər birinizə təşəkkür edirəm. Abid bəy, var olsun. Allah xoşbəxt eləsin. Namizəd bəy, sizə də gələcək bu işlərdə uğurlar arzulayıram. Mən ümid varam ki, bütün millət vəkilləri də birlikdə, hamımız bir yerdə sizə köməklik eləyəcəyik. Bu çətin işlərdə, doğrudan da çətin işdir. Uğurlar arzulayıram. Sağ olun, var olun. Çox sağ olun, Fariz bəy. Sizin sözünüzün qüvvətinə mən də deyim ki, əslində biz Abid Qafarovu birinci dönəm sədri kimi tapmağımız bir tapıntı idi. Yəni, tam özünü doğrultdu. Mənim şəxsən özüm üçün də bir tapıntı oldu. Və o üzərinə qoyulan o ilk mərhələdəki bütün çətinliklərin üzərindən layiqincə gəldi. Şəxsən mən də istəyərəm ki, onun bu işini davam etdirərkən daha irəli gedək. Sizin əlbəttə yaxından, hər birinizin yaxından köməyi ilə Abid bəyin işlədiyi qədər o parlamentin özü üçün ayaq tutması üçün göstərdiyi əmək qədər mən də sərf edə bilsəm, özümü xoşbəxt hiss edirəm. Bəli, siz haqlısınız ki, biz son dönəmlərdə Azərbaycanın tarixində, bax bu çətin dövrlərdə bizim parlamentimizin meydana gəlməsi cəmiyyətimizdə bir ulduz kimi parıldayıbdır və biz bugün 100 nəfər parlament üzvü çalışmalıyıq ki, cəmiyyətin bizə olan etimadını doğruldaq, yəni görmək istədiklərini cəmiyyətə verə bilək. Çox sağ olun, bir daha sizə minnətdarlığımı bildirəm. Arzuman Xəsməmmədli, buyurun. Sağ olun, Namizəd bəy, minnətdaram. Siz və hər birinizi salamlayıram və Abid bəy bu 4 ayda göstərdiyi göstəricilərinə görə, zəhmətinə görə qiymətləndirilən hər bir millət vəkilini
sağ ol deyirəm, sağ olsunlar. Və mən tərifdən uzaq olaraq birbaşa Abid bəyə tək bu zəhmətinə görə yox, onun bugün Avropada oturaraq Azərbaycan xalqını əf edərək xalqın yanında olduğuna görə minnətdarlığımı bildirirəm. Onun göstərdiyi böyüklüyünə görə göstərirəm minnətdaram ki, və onun simvolunda digər nümayəndələrimiz ki, millət vəkilləri və olmayanlar hansı bugün baxmayaraq Avropadadırlar, Almaniyada, Amerikadadılar. Onlar bizdən fərqli olaraq bugün bizim Azərbaycan xalqının xoşbəxtliyi uğrunda, azadlığı uğrunda mübarizə aparan, haqq ədalət uğrunda mübarizə aparan hər bir evladının yanındadır. Necə ki, bayaq söylənən kimi Tofiq bəy deyir ki, Tofiq bəyin yanında deyil, Almaniyadadır. Baxmayaraq, hər biriniz siz orada olsanız da bugün Tofiq bəylərin hər birinin yanındasınız. Bizdən fərqli olaraq, baxmayaraq mən Azərbaycanda yaşayıram, bizdən fərqli olaraq sizə minnətdaram, təşəkkür edirəm. Ona görə ki, hər biriniz bugün bizim qadınlarımız, xanımlarımız, bəylərimiz bugün haqq uğrunda mübarizə apardıqlarına görə onlar bir məhbusdur. O məhbusların yanında bizdən də əvvəl oradakılar məlumat tutur, onların yanındadılar və bizi birbaşa Azərbaycan xalqını birgəliyə çağırır ki, əgər Abid bəylər zamanında haqq ədalət uğrunda mübarizə apararkən Azərbaycan xalqı biz onların yanında olsaydıq, onların heç birisi bugün Avropada olmazdı. Biz bugün birdə olardıq və nə də o məhbus olmazdı. Necə ki, bugün o uğrunda o mübarizəni davam etmək üçün xalqını əff edib və onun yenə də öz istək arzularını nəzərdə tutub, xalqı uğrunda nəzərdə tutmalarını həyata keçirməyə çalışır. Və onun üçün də bəhs söyləyənlər, Ələsgür bəy söylədi ki, bizdən ilk əvvəl nizam-intizam tələb olunur ki, nizam-intizama tabi olub, onu həyata keçirirsə, ardıcıl olaraq nə istək var bunlarda nail ola bilər. Sizə davam olaraq hər birinizə bu sahədə uğurlar arzulayıram. Sağ olun. Çox sağ olun Arzuman bəy. Növbədə Nurəddin Bayramovdur. Nurəddin bəy, buyurun, müəllim. Naxçıvandan. Salam, hər vaxtınız xeyir. Parlamentin bütün üzvlərini salamlayıram, Naxçıvandan xüsusi salamlar. Namizəd bəy, sizi təbrik edirəm. İnanıram ki, sizə göstərilən etimada görə özünüzü çox gözəl göstərəcəksiniz və parlamentimizə əsl parlamentin spikeri kimi rəhbərlik edəcəksiniz. Abid bəyin 4 ay müddətində bu parlamentə rəhbərlik eləməyini ən yüksək qiymətləndirirəm. Abid bəyin parlamentin spikeri olduğu dövrdə, mərhum Əbülfəz Elçi bəyin Azərbaycan Respublikasının prezidenti olduğu dövrdə heç bir resurs olmadan onları yaradıb həyata keçirirdi və mən də o bəyi o sırada görürəm. Abid bəyə özlərinin təşəkkürümü bildirirəm. Gəncdir, uğurlar arzulayıram. Həmişə Abid bəyin yanındayıq, Abid bəyi dəstəkləyirik və gün o gün olsun ki, parlament Azərbaycanda öz işinə başlasın. Abid bəyin rəhbərliyi ilə ilk onun görəcəyi, gəzəcəyi yer Naxçıvan olur. Gözləyək, orada qəbul edək Abid bəyi. Təşəkkürlər, minnətdaram. Çox sağ olun Nurəddin bəy. Növbət Şakir Məmmədoğlu. Şakir bəy, buyurun. Hörmətli sədr, hörmətli millət vəkilləri, hər birinizi salamlayıram. Bayaqdan bəzilərimiz tərif deyil, yəni Abid bəyin xüsusiyyətlərini biz diqqətə çatdırırıq. Abid bəy gözəl natiqliyi var, aparıcılıq qabiliyyəti var. Birinci dönəm üçün parlamenti ayaqda saxlamağına görə ona təşəkkür edirəm. Düzdür, hələ parlamentimiz elə bir perspektivli quruma çevrilməyib. Mən inanıram ki, Namizəd bəy Abid bəydən də yaxşı parlamentimizi idarə eləyəcək. Gələcəkdə daha da uğurlar qazanmağa stimul olacaq. Mən bir daha Abid bəyə təşəkkür edirəm. Birinci dönəm üçün böyük işlər gördü. Namizəd bəyə də uğurlar diləyirəm. Var olun. Çox sağ olun Şakir bəy. Biz də sənə bir daha minnətdarlığımızı bildiririk ki, səhhətinizdə problemlər olmasına baxmayaraq, digər şəxslərdən ki, qorxub çəkinirlər siz mərdliklə bu parlamentin üzvü olmağa
addımlarınızı atdınız və bugün də bizimlə eyni sırada addımlayırsınız. Çox sağ olun. Sizə sağlamlığınızda qarşısına qalmağı arzu edirəm. Səhv eləmirəmsə, Oktay İskəndərlidir növbədə. Oktay bəy, buyurun. Hörmətli sədr, hörmətli millət vəkilləri, hamınızı salamlayıram. İlk öncə namizəd bəyə yeni sədr olması münasibətilə təbrik edirəm və hesab edirəm ki, nəinki parlamentin deputatların, bütün Azərbaycan xalqının etimadını doğruldacaq. Buna heç kimin şəkki şübhəsi olmasın. Abid bəy haqqında danışmaq şərəfdir, amma bu bir veriliş bizə sığmaz. Qısaca olaraq, mən Abid bəyin simasında Azərbaycan xalqının elə bir intellektual siyasi xadimini gördüm ki, o təkcə parlamentin sədri kimi yox, mən onun televiziyada bütün, istər Azəri Firidun, istər ABA Media və digər kanallarda, Osman Qızı TV'də onun Azərbaycanda gedən ictimai siyasi proseslərdən, bu cümlədən dünyada gedən ictimai proseslər və bunun Azərbaycana təsiri haqqında çıxışlarına baxdım. Dəhşətə gəldim ki, yəni təsəvvür edin ki, elə bir insanın Azərbaycanda olması daha çox xeyir verərdi Azərbaycana. Lakin bugün irtica rejimi elə bir siyasət aparıb ki, bu günlərim Azərbaycan Xalq Parlamentinin istər böyük əksəriyyəti xaricdə yaşayır. Təsəvvür edin ki, Abid bəy Azərbaycanda yaşasaydı bu günlərim, ona narkotik satışı, vətənə xəyanət ittihamı ilə ömürlük bəlkə də azadlıqdan məhrum etmişdir. Lakin biz məcburiyyət qarşısında xaricdə fəaliyyət göstərməklə dünyaya sübut etdik ki, bu parlament dünyada analog olmayan bir parlamentdir və mən hesab edirəm ki, biz tezliklə Abid bəyin də və riyasət heyətinin digər üzvlərinin səsini Birləşmiş Millətlər Təşkilatından, Avropa Parlamentindən eşidəcəyik. Əziz həmvətənlər, mən yenə haşiyədən qırağa çıxım. Qardaşımız Roşan Qəmbərə də iradım var ki, onun belə bir ifadə işlətməsi ki, bugün mən fəxr edirəm ki, Tofiq Yaqublunun yox, Abid bəy mənim yanımdadır. Xeyr, Abid bəy sizin yanınızda deyil, Abid bəy xalqın yanındadır. Abid bəy əzlənlərin yanındadır, parlamentimiz əzlənlərin yanındadır. Məgər Tofiq Yaqublu əzlən deyil, əzlənlərin yanında deyil. Çox xahiş edərdim, Rövşən qardaşımız, belə ifadələrdən uzaq olaq. Nəysə, çıxışımı bitirirəm. Namizəd bəy sizə uğurlar arzulayıram yeni işinizdə. Hesab edirəm ki, Abid bəy bugün parlamentdən, sədrliyindən uzaqlaşsa da, hər vasitə ilə parlamentin idarə edilməsində, verilişlərin aparılmasında yüksək intellekt səviyyəsi ilə kömək olacaq və buna şübhəm yoxdur. Abid bəy, təşəkkür edirəm və fəxr edirəm ki, Azərbaycan xalqının belə oğulları var. Bu millətimizin 21-ci əsrdə, mən tərif üçün demirəm, yetişdirdiyi milli kadrlardan biridir ki, bütün Azərbaycan gənclərinə nümunədir. Namizəd bəy, sizə də uğurlar arzulayıram və hesab edirəm ki, çox böyük şərəflə, uğurla gələcəksiniz bu işin öhdəsindən. Abid bəy bizdən, sədrlikdən uzaqlaşsa da, intellekt səviyyəsi ilə bir əli bizim bu parlamentin idarə edilməsində olacaqdır. Təşəkkür edirəm. Çox sağ olun, Oktay bəy. Mən də öz növbəmdə qeyd etmək istəyirəm ki, həqiqətən də Abid bəyin bu dövr ərzində mən gözümün qabağında onun fəaliyyəti keçibdi. Onun üçün bu 4 ay günlər 24 saat yox, inandırım ki, 48 saat olubdur. Mən özüm də təəccüb edirdim ki, bu qədər işin öhdəsindən bu gənc, belə deyək, əksəriyyətimizdən gəncdir, necə gəlirdi. Və Abid bəy elə bilməsin ki, biz onu azad buraxacağıq və işin bütün yükünü mən öz çiynimə götürəcəyəm. Xeyr, qısa bir müddət istirahətdən sonra mənimlə bərabər burada həm parlamentin icrasını aparmağa, həm texniki cəhətdən, bilirsiniz, biz biraz yaşlıyıq. Bəzən texniki yeniliklərin öhdəsindən gələ bilmirik və mən ümid edirəm, özünə də demişəm ki, parlamentin irəli aparılmasında Abid bəy mənə əlindən gələn köməyi əsirgəməyəcək və davam edəcəkdir və həmçində siz. Çox sağ olun. Telman Verdiyev, növbət sizindir. Telman bəy, buyurun. Bir daha salamlayıram. Mən bu bizim parlamenti bənzədirəm bir demokratiya, müstəqilliyə gedən bir qatara. Bu qatarın hərəkətini Abid bəy hərəkətə gətirdi. Və mən arxayınam ki, bu qatara surət vermək lazım olacaq. Mən arxayınam ki, bizim Namizəd bəy bu qatarı elə bir surət verəcək ki,
biz həmən müstəqilliyə, demokratiya gedib çatacağıq. Mən buna arxayınam. Çox sağ olun. Sağ olun Telman bəy. Sağ fikrinizə görə minnətdaram. Dostlar, Süleyman Məmməd Hüseynov və daha bir nəfərə söz verəcəyik və düşünürəm ki, bununla da gündəlikdə olan birinci məsələmizi yekunlaşdıracağıq. Buyurun Süleyman bəy, millət vəkili. Süleyman Məmməd Hüseynov. Yoxdursa, burada olmalıdır. Mikrofonu bağlıdır, kamera. Ola bilər. Hə, budurum. Mikrofonu açsın Süleyman bəy. Açıqdır deyəsən. Təşəkkür edirəm Namzət bəy. Hörmətli millət vəkilləri, hər birinizin axşamınız xeyir olsun. Demək, bizim hörmətli Abid bəy haqqında çox gözəl sözlər deyildi. Bunu qoyaq bir kənara. Mən xüsusən Abid bəy haqqında deyilən sözlərdə Oqtay bəyin dediyi bir sözü bir daha diqqətinizə çatdırmaq istəyirəm. Doğrudan da Abid bəy dünyada analogu olmayan bir iş görübdür, sözün əsl mənasında. Və buna rəğmən bir şey söyləmək istəyirəm ki, mən Çox üzr istəyirəm Süleyman bəy, mümkünsə biraz arxaya oturun. Mümkünsə biraz arxaya oturun, sizin simanızı görmürük. Biraz da arxaya otursanız daha yaxşı olar. Buyurun da. Əla. Demək, mən xüsusi qeyd eləmək istəyirəm ki, bizim hal-hazırda burada parlamentdə millət vəkillərimiz məşəqqətlər görmüş adamlardır, burada yığılmış adamlar. Və hamısı da bir toplumda yığılıb bugün Azərbaycan üçün, bizim bu bəlalı diyarımız üçün, ölkəmiz üçün müxtəlif fikirlər səsləndirirlər, bunun düzəlməsi üçün, burada hüquqi dövlət qurmaq üçün çox böyük əziyyətlər çəkirlər. Və təsəvvür edin ki, bu hal-hazırın özündə də bizdə bayaq Namzət bəy də qeyd elədi, yenidən qoşulmuş, seçilmiş millət vəkilləri də eynən, deputatlar da eynən həmin bu fikirdə olan, həmin bu məşəqqətləri yaşamış adamlardır. Mən şəxsən özümə görə özümü çox xoşbəxt hesab edirəm ki, mən belə bir toplumun içərisində mən də iştirak edirəm və burada əksər adamları bir-birimizi tanıyırıq və onların hansı əqidəyə, hansı ideyaya qulluq elədiklərini də çox yaxşı başa düşürəm. Qaldı Abid bəyin həqiqətən də o bir, belə deyək ki, tərifdən uzaq olsun, diplomatik səviyyəli bir insandır. Həqiqətən də onun natiqlik qabiliyyəti, ondan sonra belə deyək ki, hər hansısa bir sədrliyi aparmaq qabiliyyəti, onun potensialı daha güclüdür. Mən özümdə onu hiss elədim ki, həqiqətən də bu bizim bir inci danəmizdir ki, həm gəncdir, düşüb aramıza və bu Azərbaycan Xalq Parlamentini yaratmaqda çox böyük zəhmətlər olubdur. Namzət bəy, mən xüsusi bir şey qeyd eləmək istəyirəm. 2-3 il bundan əvvəl mən dəfələrlə indi rayonda oturanda müxtəlif müxalifətçilərlə belə onların passivliyini gördükdə həmişə mən ideya irəli sürürdüm onlarla ki, nəsə bizdə Azərbaycanda yeni bir yenilik lazımdır, yeni bir tərpəniş lazımdır, nəsə köhnə bir belə müxalif qurumlarla nəsə iş görmək olmur, mümkün deyil və hərəkətə gəlmir heç biri. Və buradan da elə bir Allah vermiş kimi Abid bəy gəldi ortaya, bu ideyanı ortaya qoydu. Çünki Abid bəy eynən burada olan digər yoldaşlar kimi məşəqqətlərin içərisindən çıxmış adam idi və Azərbaycanın bütün bəlalarını özündə, öz çiynində, öz ürəyində, qəlbində hiss eləmiş adamlar idi. Adamlardan biridir və eynən Namzət bəy, siz də, qeyrilərdə və burada tanıdığımız digər adamlar da. Və çox sevinirəm ki, bugün təkrarçılıq olması sizlə bərabər bir toplumdayam. Azərbaycan Xalq Parlamentinin bir üzvü kimi mən də sizlə bir Azərbaycanın bütün bu bəlalarını öz çiyinlərimdə, bu yükü öz çiyinlərimdə hiss edən adamlardan biriyəm. Və növbəti bu 4 ay ərzində nə qədər ki əziyyətlər çəkib bu parlamentin ərsəyə gəlməsində belə deyək ki, hər şey onun halalı olsun. Allah ondan razı olsun Abid bəydən. Sözün açığı həqiqətən də belədir. Çox tərif söyləməyək Abid bəy haqqında. Qaldı ki, Namzət bəy, siz də hüquqşünassınız.
Mən hiss edirəm ki, siz Azərbaycanda gedən prosesləri məhz özünüz də Azərbaycanda olursunuz və öz çiyinlərinizdə bu yükü daşımağa hazır bir cəsarətli insansınız. Allah işlərinizi avan eləsin. Biz də sizlərin sayənizdə, sizin fikirlərinizin sayəsində özümüzdə yeni bir fikirlər irəli sürərək hər halda ki, bu Azərbaycan bu məşəqqətlərdən çıxartmaq qabiliyyətinə malik olacaq inşallah. Hamımıza uğurlar. Allah hamımıza can sağlığı versin. İnşallah biz bu bəladan qurtaracağıq bu Azərbaycanı. Allahın köməkliyi ilə. Hamımıza uğurlar, can sağlığı. Çox sağ olun. Təşəkkür ederim. Süleyman bəy, çox sağ ol. Siz yeni gəlmiş millət vəkillərindən biri olaraq mən çox şadam ki, sıralarımız belə ləyaqətli insanlarla genişlənir. Həm siyasi cəhətdən, həm ideya cəhətdən, həm də ümumiyyətlə bütün təcrübəyə malik insanlarla parlamentimiz genişlənir və ümid edirəm ki, növbəti seçkilərdə parlamentimizin keyfiyyəti, sayı da daha da artacaq və biz qarşımıza qoyduğumuz məqsədlər üçün ardıcıl olaraq gedəcəyik. Çox sağ ol, bir daha minnətdarlığımı bildirirəm. Sonuncu çıxış edən Müşfiq Seyidlidir və bununla da yəqin birinci məsələyə yekun vurarıq. Müşfiq bəy, buyurun. Mirqafil bəy, mikrofonu açın, zəhmət olmasın. Mirqafil Seyidli. Mən Müşfiq oxumuşam uzaqdan. Namzəd bəy, salamlayıram hamınızı. Millət vəkillərinin hamısını salamlayıram. Doğrudur, mən yeni seçilmişəm. Məni seçən seçicilərimə də minnətdarlığımı bildirirəm. Ola bilsin ki, millət vəkilləri fikirləşər ki, bəlkə də mənə söz demək düşməz. Çünki mən bu 4 ay ərzində olsun ki, çox iclasları izləməmişəm. Ancaq mən Abid bəyi yaxından tanıdığım üçün mən özümə boş bilirəm ki, bu günləri Abid bəyin haqqında öz fikrimi bildirəm. Abid bəyi mən Azərbaycandan tanıyıram. İlham Aslanoğlu'nun məhkəmə prosesində öz körpə balası ilə Bakı şəhərindən Şəkiyə, Yevlağa gələn bir gənc, bir cavan oğlan hamını doğrudan şoka salmışdı. Onun qabiliyyətinə, onun savadına o qədər heyran olmuşduq ki, dəfələrlə bir yerdə olmuşuq. Onun indiyə qədər görməsək də, uzaqda olsa bizdən də çəkdiyi əziyyətlərə qiymət vermək bizim borcumuzdur. Abid bəy, birinci mən xahiş edirəm ki, Abid bəy öz şəxsi səhhətinə fikir versin. Çünki o, bu millət vəkilləri üçün yox, Azərbaycan üçün lazımdır. Abid bəy ona layiq oğlandır. Abid bəy, bir daha sizə xahiş edirəm ki, bu 4 ayda çəkdiyiniz əziyyətin halallığını verəsiniz. Halallıq verin ki, qoy Azərbaycan xalqının halalı olsun sizin çəkdiyiniz əziyyət. Namzəd bəy, sizi də təbrik edirəm, sizi də tanıyıram, siz də məni tanıyırsınız. Bir daha sizə uğurlar, sizin yanınızdayıq. Nə lazım olsa bir qardaş kimi hər zaman sizin qulluğunuzda, sizin buyruğunuzda hazıram. Sağ olun. Çox sağ olun, çox sağ olun Mirqafil bəy. Mən elə bu iclasımızda iştirak edən millət vəkillərinə demək istəyirəm ki, mən Mirqafili çoxdan tanıyıram. Həmişə demokratik hərəkatın önlü şəxslərindən olublu və çox şadam ki, o sonuncu parlament seçkilərində iştirak etdi və millət vəkili kimi seçildi və bizim aramız gəldi. Və bizim mübarizəmizi daha genişləndirəcəkdir. Sağ olun Mirqafil bəy. Dostlar, mənim apardığım hesaba görə artıq 20 nəfər çıxış edibdir birinci məsələ barəsində. Düzdür, Rövşən bəy əlini qalxırıbdır, çıxış eləmək istəyir. Mən belə düşünürəm ki, Oktay İskəndərinin ona bir iradına cavab vermək istəyir. Ancaq ki, bir Rövşən bəy müdrik insandır. Düşünürəm ki, hər irada mütləq cavab verməyə ehtiyac yoxdur. Rövşən bəy, əgər imtina edirsinizsə, bu məsələnin üstündən keçək. Növbəti məsələlərimizin müzakirəsində yenidən sizə söz verəcəyəm. Eləmi Rövşən bəy? Mən yarım dəqiqə səhv anlatılmasın. Dedim ki, həbsxanada olmasın Abid bəy, Tofiq bəyin yanında, mənim yanımda azadlıq olsun və parlamenti dünya səviyyəsinə qaldıraq. O mənada dedim, Tofiq bəyin yanında olmasın. Çox sağ olun, Rövşən bəy, çox sağ olun. Çox sağ olun, Rövşən bəy.